Ən az 2 sualı imtahanda düzgün yaza biləcəksiniz. Bəli, indi haqqında danışacağım 5 mövzu tək videoda olan bu izahımızla siz 2026-cı ildə istər qəbul imtahanlarında, istər müəllimlərin işə qəbulunda, istərsə də sertifikasiyada mövzular üzrə istifadə oluna biləcək sual və sual tiplərini düzgün şəkildə yaza bilərsiniz. Gəlin vaxt itirmədən Azərbaycanda Monqolların hücumlarından danışım sizlərə. Monqolların Azərbaycana birinci yürüşü əhatə edir 1220-22-ci illəri. Bundan əvvəlki video izahımızda sizlərə Azərbaycanda Eldənizlərin hakimiyyəti dövründən danışmışdım ki, sonuncu Atabəy hökmdarı Özbəyin dövründə feodal ara çəkişmələrinin, hakimiyyət uğrunda mübarizələrin olması xarici işğalçıların da Azərbaycana yürüşlər etməsinə səbəb olurdu. Bu dövrdə isə Cəbə və Subutayın başçılığı ilə Monqollar birinci dəfə Azərbaycan torpaqlarına yürüş etdilər. Yürüşdə məqsəd kəşfiyyat xarakterli idi. Azərbaycanda bu dövrdə vahid dövlətin olmaması, Eldənizlər, Şirvanşahlar, cənubda isə Əhər hakimliyi və Axsunqurilər kimi dövlətlərin mövcudluğu xarici hücumlara qarşı müdafiəni çətinləşdirirdi. Elə bundan istifadə edən Monqollar da Cəbə və Subutayın rəhbərliyi ilə Azərbaycanın cənub və şimal şəhərlərində qarət və dağıntılar törətdilər. Monqolların birinci yürüşü ilə bağlı yadda saxlayacağınız əsas məqamlar indi deyəcəyim məsələlərdir. Demək, Təbriz şəhəri 3 dəfə, Gəncə şəhəri 1 dəfə xərac ödəyir. Monqollar həmən şəhərlərdə dağıntılar törədə bilmirlər. Dərbənd şəhərində isə ümumiyyətlə dağıntılar törətmirlər və xərac falan da almamışlar oradan. Bu 3 dənə şəhəri Monqolların istər birinci yürüşündə, istər ikinci yürüşü ilə bağlı yadımızda saxlayırıq. Çünki yerdə qalan şəhərlərimizdə onlar qətl və qarətlər törətmişlər. Misal, Marağa şəhərində, Ərdəbildə, Şamaxıda əhalinin ciddi müqavimət göstərməsinə baxmayaraq, Monqollar həmən şəhərlərin əhalisini qılıncdan keçirdirlər. Bu dövrdə Təbriz Atabəylər dövlətinin paytaxtı və şəhər müdafiəsinin rəhbəri isə Şəmsəddin Tuğrayı idi. Şəhərin yaxşı müdafiə qabiliyyətinin olduğunu görən Monqollar burada əskər tələfatına yol vermək istəmirlər, şəhərdən xərac alırlar. Həmçinin Gəncədən də dediyim kimi bir dəfə xərac almaqla kifayətlənmişlər. Hətta onu da qeyd dəftərlərinizə yaza bilərsiniz ki, Atabəylər dövləti Atabəy Özbəyin dövründə, sonuncu Eldəniz hökmdarı Özbəyin dövründə ilk və son dəfə gürcülərlə ittifaqa gedir. Həmən bu ittifaq xəbərini eşidən Monqol ordularının rəhbəri Cəbə və Subutay isə onları, istər gürcüləri, istər Atabəyləri ayrı-ayrılıqda məğlubiyyətə uğratmış və bu müttəfiqliyin Monqollara qarşı baş tutmasına imkan verməmişdi. Sonda isə Monqollar Dərbənd vasitəsilə Azərbaycan torpaqlarını tərk etmiş, hətta 1223-cü ildə Kalka döyüşündə Rus qıpçaq qüvvələrini də məğlubiyyətə uğratmışlar. Monqolların birinci yürüşünün nəticələrinə gəldikdə isə Azərbaycanın şəhər, kənd təsərrüfatı həyatına ciddi zərbə vurulur, suvarma kanalları, irriqasiya sistemləri dağıdılır. Mədəniyyətimizə ağır zərbə vurulmuşdu Monqolların birinci yürüşündən sonra. Elə Monqolların yürüşü bitər-bitməz Azərbaycana qısa bir müddət sonra, 3 ildən sonra 1225-ci ildə Xarəzmşah Cəlaləddinin başçılığı ilə növbəti bir yadelli hücum olur. Bu dövrdə də Azərbaycanda vahid dövlətin olmaması Cəlaləddinin Azərbaycana yürüş etməsinə səbəb olmuşdu. Bu həmən Cəlaləddin idi ki, Monqollarla mübarizədə məğlub olan, Dehli sultanlığına sığınan Xarəzmşah Cəlaləddin idi. Azərbaycanda isə qarşısında rəqib görmədiyinə görə möhkəmlənmək xarakteri ilə hücum eləyir. Deməli, Monqolların birinci yürüşündən fərqli olaraq Xarəzmşah Cəlaləddinin yürüşündə əsas məqsəd Azərbaycan torpaqlarını işğal idi. Və o, Azərbaycan cənub torpaqlarına yürüş eləyərkən Mara əhalisini öz tərəfinə çəkmək üçün orada təmir bərpa işlərindən məşğul olur. Təbrizi şəhər əyanları ilə razılığa gələrək tabe eləyir və Azərbaycan Atabəylər dövlətini 1225-ci ildə süquta uğradır. Rəvvadi sülaləsinin davamçıları olan Marağanı idarə edən Axsunquriləri süquta uğradır 1227-ci ildə. Hətta Şirvan hökmdarı 3-cü Fəriburzla razılığa gələrək onu özündən vassal asıllığına çevirir. Yəni 1227-də Şirvanşahlar da Xarəzmşahlara tabe olur. Beləliklə də Monqolların birinci yürüşündən fərqli olaraq Xarəzmşah Cəlaləddinin yürüşü nəticəsində Azərbaycan torpaqları tamamilə işğal olunur. Yəni Gəncəsi, Bakısı, Dərbəndi, Şəkisi, hər yer, bütün torpaqlar. Bunu belə yadda saxladıq. Bu arada Monqolların birinci yürüşü zamanı Şirvan hökmdarı isə birinci güc təsbih idi. Yəni onun əraziləri Monqol dağıntılarına məruz qalmışdı. Xarəzmşah Cəlaləddin Azərbaycanın idarəsini Şərəf əl-Mülkə tapşırır. Şərəf əl-Mülk və onun rəhbərlik elədiyi komandası ölkə daxilində vergiləri artırması, özbaşınalıq etməsi əhalinin üsyanlarına səbəb olur.
Azərbaycan tarixi dərsliklərində üsyanların ardıcıllığı müxtəlif formada təqdim edilsə də, biz əsas burada Gəncə üsyanını yadda saxlayırıq. Çünki Usta Bəndərin başçılığı ilə olan Gəncə üsyanı, 1231-ci il üsyanı Xarəzmşahlara qarşı xalq hərəkatının zirvə nöqtəsi hesab olunur. Lakin Usta Bəndər üsyanı amansızcasına yatırılmışdı. Bundan əlavə Xoyda, Naxçıvanda, Təbrizdə də Xarəzmşahlara qarşı üsyanlar baş vermişdi. Xarəzmşah Cəlaləddin bu üsyanın yatırılmasından sonra Monqolların Azərbaycana ikinci yürüş xəbərini eşidir. Monqollardan çox qorxan Xarəzmşah qaçır Azərbaycandan və 1231-39-cu illəri əhatə edən növbəti bir bəla ilə üzləşir xalqımız. Belə ki, Monqolların birinci yürüşündən fərqli olaraq ikinci yürüşündəki məqsədləri kəşfiyyat deyildi. Bu dəfə onlar Azərbaycanı işğal etmək üçün gəlmişdilər və çox heyf ki, dəstəklərinə çatırlar. Bayaq sizə dediyim kimi 3 şəhərin adını yadda saxlayırdıq birinci və ikinci yürüşdə. Yenə həmən o 3 şəhərin adını çəkirəm sizlərə. 1231-ci ildə Təbrizi tutur Monqollar. 4 il Gəncə əhalisinin müqavimətinə baxmayaraq 1235-ci ildə Gəncə şəhəri Monqollar tərəfindən tabe edilir. Birinci yürüşündən fərqli olaraq bu dəfə Monqollar Dərbəndə hücum edirlər və 1239-cu ildə Dərbəndi işğal etməklə Azərbaycan torpaqlarının işğalını başa çatdırırlar. Bundan sonra Azərbaycan torpaqları daxil olur Monqol xaqanlığının tərkibinə. Azərbaycan 1239-56-cı illərdə birbaşa Ali Monqol xaqanlığının tərkib hissəsi kimi idarə olunmuşdu. Bu dövrdə Azərbaycanın idarə olunması Monqol canişini Arqun ağaya tapşırılmışdı. Monqolların Azərbaycandakı hakimiyyəti dövründə isə yerli feodallara icazə kağızı olaraq yarlıq paylanırdı. Hansı ki, yadınızdadır, 9-11-ci əsr dərsində də bunu qeyd eləmişdim sizlər üçün Qəbaləni. Qəbalə ərəblərin dövründə icazə kağızı idi, yarlıq isə Monqolların dövründə icazə kağızı olmuşdu. Və onu da qeyd edeyim ki, Monqolların ikinci yürüşünə Cormovon Noyon rəhbərlik edirdi. Azərbaycanda indi isə sizlərə Monqolların üçüncü yürüşündən bəhs edeyim. Monqolların üçüncü yürüşü 1256-58-ci illəri əhatə edir. Bu yürüşə Hülakü xan rəhbərlik edirdi. Abituriyentlərin çox vaxt belə bir sualı olur. Müəllim, bəs Monqollar Azərbaycanı işğal elədiyi halda niyə üçüncü dəfə yürüş eləyirlər torpaqlarımıza? Cavab: Monqollar Azərbaycanı bəli, ikinci yürüşləri zamanı tam olaraq işğal eləmişdilər. Lakin Hülakü xanın burada məqsədi tam başqa idi. O, yeni ərazilər ələ keçirmək, bəzi itaətə gəlməyən feodalları tabe etmək üçün Monqolların üçüncü yürüşünə başlayır. Monqollar bu yürüşü zamanı Azərbaycanı yenidən torpaqlarının tərkibinə qatırlar və 1258-ci ildə isə Abbasilər xilafətini süquta uğradırlar. Həmən Abbasilər ki, 630-dan etibarən mövcud idi. Və bundan sonra Azərbaycan 1258-1357-ci illərdə Hülakülər dövlətinin tərkibində olur. Monqolların Azərbaycana etdiyi yürüşlərin Səlcuqlardan və digər xarici işğalçılardan bir fərqi var. Belə ki, bunu da qeyd edə bilərsiniz ki, Monqol ağalığı dövründə Azərbaycan Səlcuq işğalından və digər işğallardan fərqli olaraq siyasi inzibati mərkəzə çevrilmişdi. Bunun mənası nədir? İndi deyim sizə. Hülakülər dövlətinin çünki paytaxt şəhərləri Azərbaycan şəhərləri idi. Marağa, Təbriz, Sultaniyə və sonradan yenə Təbriz Hülakülər dövlətinin paytaxtı olmuşdu. Sultaniyəni soruşa bilərsiniz. Sultaniyə, hətta bura Mahmudabadı da əlavə eləyərdim. Adını yazdığımız Sultaniyə və Mahmudabad şəhərləri 13-14-cü əsrlərdə Monqol işğalı dövründə yeni salınan şəhərlər hesab olunur. Hülakülər dövləti mərkəzləşdirilmiş dövlət idi. Hülakü xanın rəhbərliyi ilə qurulan dövlətdə əsas məqsəd köçəriləri Azərbaycana köçürtmək, yerli əhalinin köçəri Monqollardan asıllığını təmin eləmək idi. Yerli oturaq əhalinin, yerli feodallarımızın Monqollar tərəfindən istismarı nəticəsində güclü mərkəzləşdirilmiş bir dövlət yaradılmışdı. Hülakü xanın dövründən etibarən isə onların əsas rəqibi, düşmənləri olan Qızıl Ordu dövlətinin Azərbaycana hücumlarına şahid oluruq. Qızıl Ordunun Azərbaycana demək hücumları nə vaxt başladı? 13-cü əsrin ikinci yarısında Hülakü xanın dövründən etibarən. Hülakü xanın bəs siyasətinin əsas məqsədi nə oldu? Köçəri feodallara arxalanmaq, yerli əhalini, yerli feodalları köçərilərdən asıllı hala salmaq. Hətta o bu məqsədlə ərəblər kimi, Sasanilər kimi, Ruslar kimi Azərbaycana köçürmə siyasəti həyata keçirmiş, Monqol tayfalarını Azərbaycana köçürtmüşdü.
Hülakü xanın ölümündən sonra dövlətdə mərkəzi hakimiyyət zəifləyir və köçəri monqolların mərkəzi hakimiyyətə qarşı çıxışları olur. Lakin Qazan xanın 1295-1304-cü illərdəki hakimiyyəti dövründə bir sıra islahatlar keçirilir. Deməli, Qazan xan hakimiyyəti oldu 1295-1304. Bunu da sizə deyim, testlərdə tez-tez qarşınıza çıxır. 13-cü əsrin sonu, 14-cü əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatında, ticarətində canlanmaya səbəb olan amil və ya hadisə Qazan xan tərəfindən keçirilən islahatlar olur. Qazan xan kimdir? Gəlin ona baxaq. Qazan xan Hülakülər dövlətindən qüdrətli hökmdarlarından biri idi və Hülakü xandan siyasəti 180 dərəcə fərqli idi. Necə? Bayaq dedim ki, sizə Hülakü xan köçəri feodallara, Monqol əyanlarına arxalanır. Qazan xan isə tam əksinə siyasətini düzgün qiymətləndirir. O, yerli əhaliyə arxalanmaq siyasəti yürüdür. Hülakü xandan fərqli olaraq yerli əhaliyə arxalanırdı Qazan xan. Bunu da yadda saxladıq. Qazan xan mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün bir sıra islahatlar keçirdir. Belə ki, Qazan xan həyata keçirdiyi islahatlardan danışım sizə. Torpaq islahatına əsasən İncu, Divan, Bayraq torpaqlarını birləşdirir. İqta kimi hərbiçilərə paylayır. Paylanan iqta torpaqlarını almaq, satmaq, kiməsə bağışlamaq qəti şəkildə qadağan idi. İqta torpaqlarının tərkibində yaşayan kəndlilər də birbaşa iqta sahibinin, yəni iqtadarın sərəncamına keçirdi. Vəzifəsini başa çatdıran və ya vəzifə zamanı vəfat edən şəxsin torpaqları ondan sonra yerinə keçən şəxsə ötürülürdü birbaşa. Bax, bu torpaq islahatı. Hətta o 1303-cü ildə Azərbaycan tarixində bir istisna eləyir. Nə idi bu istisna? Kəndliləri yaşadığı yerə təhkim eləyir. Yəni, kəndlilərin bir yerdən başqa yerə, A nöqtəsindən B nöqtəsinə köçməsini qadağan eləyir. Çünki mən feodalizm dərsini izah eləyəndə sizlərə nə məlumat vermişdim? Azərbaycan və ya şərqdəki feodalizmin Avropadakından əsas fərqi o idi ki, təhkimli kəndli anlayışı olmamışdı. Qazan xanın dövründə isə bu bir istisna idi və çox qısa müddətli bir istisna olur. Daha sonra növbəti islahatı vergi islahatından danışım. Vergi islahatına gəldikdə isə bu islahat kəskin mübarizə şəraiti altında keçir. Qeyd eləyə bilərik. Vergi islahatına əsasən vergilərin toplanılması, vaxtı dəqiqləşdirilir. Əhalinin gözlə görə biləcəyi yerlərdə, lövhələrdə elanlar vasitəsilə bildirilir ki, tutalım ki, filan ayın filan vaxtında bu qədər vergi toplanasıdır filan kənddən. Vergi toplanmasına qayda qanun yaradır. Əvvəllər vergiləri vilayət hakimləri toplayırdı. Bu da özbaşınalığa səbəb olurdu. Mərkəzi hakimiyyətə toplanan verginin böyük bir hissəsi gedib çatmırdı. Amma Qazan xan artıq vilayət hakimlərinin bu işə müdaxiləsinin qarşısını alır, əhalini siyahıya alır, qayda qanun yaradır və vergiləri 3 illik icarəyə verir. Keçim növbəti islahatına, məhkəmə islahatından danışım. Məhkəmə islahatı uğursuz olur. Çünki din adamlarının buna qarşı çıxmasına görə. O dövrdə bildiyiniz kimi məhkəmə hakimləri qazılar idi. Qazılar da din adamları idi. Amma baxmayaraq ki, din adamları idilər, onlar özlərinə yaraşanı etmir, süründürməçiliklə məşğul olurdular, bürokratiya ilə məşğul olurdular və əhalini incilirdilər. Qazan xan isə məhkəmə islahatında əsas diqqətini yönəldir vəzifəyə, yəni məhkəmə hakimliyi vəzifəsinə ədalətli din xadimlərinin təyin edilməsinə. Hətta onun dövründə 30 ili keçən iddia sənədləri öz qanuni qüvvəsini də itirmiş olur. Lakin bütün bunlara baxmayaraq Qazan xanın məhkəmə islahatı uğursuzluqla nəticələnir, istədiyi nəticəni əldə edə bilmir. Digər bir islahatından, dini islahatından sizlərə bəhs eləyəsi olsam, özü İslam dinini qəbul eləyir, baxmayaraq ki, Monqollar bütpərəst idilər. Lakin o İslam dinini qəbul eləyir və Mahmud adını götürür. Yerli əhaliyə arxalanma siyasəti yürüdür. Yerli əhalini öz tərəfinə çəkmək üçün bunu eləmişdi. Hətta onu da qeyd edeyim ki, onların əsas rəqibi, demək, Qızıl Orduda da Özbək xanın dövründə İslam dini qəbul edilmişdi. Demək, Hlodviki də deyə bilərik, yerli əhalini öz tərəfinə çəkmək üçün xristianlığı qəbul edir, yəni yeni din qəbul edir. Qazan xan da onlar kimi yeni din qəbul etmişdi. Rabitə islahatından danışım. 2 il ərzində həyata keçirilmişdi. Açar sözü budur. Rabitə islahatında yamlar, yam nədir? Rabitə dayanacaqları yaradır və yam işçilərinə, rabitə işçilərinə yerli əhalidən rüşvət alınmasını, yəni vəsaitin toplanılmasını qadağan eləyir
Demək belə çıxır ki, Azərbaycanda bu müasir dövrün yox, hələ 700 il bundan öncənin bəlası idi rüşvət. Və rabitə islahatından belə ticarət islahatına gəldikdə isə misal üçün Səlcuqlarda olduğu kimi o da vahid, ölçü, çəki, pul sistemi formalaşdırır ticarət islahatına əsasən və onun ölümündən sonra 1304-cü ildə islahatları qardaşı Məhəmməd Olcaytu da davam elətdirir. Bununla da 13-cü əsrin sonu 14-cü əsrin əvvəllərində Hülakülər dövləti labüd tənəzzülünün qarşısı alınır, dövlət mərkəzi hakimiyyət güclənir, qayda-qanun yaranır. Monqolların dövründə yeni yaranan torpaq vergi növlərindən də sizə bəhs eləməsəm olmaz. İncu bu dövrdə yaranan və sırf bu dövrə məxsus olan, Monqol ağalığı dövrünə məxsus olan hökmdar ailəsinə məxsus torpaqlar idi. Bayrat bu dövrdə mövcud olan, istifadəsiz qalan torpaqlar idi. Qazan xan islahatından sonra yerli əhaliyə demək paylanır bir çox hissəsi. Torpaqları siyahıya alır, Bayrat torpaqlarını Qazan xan. Demək Qazan xan nə edib? Əhalini siyahıya alır, torpaqları siyahıya alıbdır. Bunu da qeyd eləyək. İqta həmşərt kimi xidmətə verilirdi Monqollarda da. Divan da həmşərt kimi dövlət torpaqları idi. Monqolların dövründə gördüyünüz kimi yeni yaranan vergilər var. Bu tamğadır, sənətkarlardan toplanırdı. Bu bacıdır, tacirlərdən toplanırdı və bu qopçurdur. Qopçur maraqlıdır ki, əvvəllər köçəri maldarlardan alınır, amma sonradan can vergisinə çevrilir. Lakin Qazan xanın İslamı qəbul etməsindən sonra, dini islahatından sonra qopçur ləğv edilmişdir. Çünki biz bac və tamğa kimi vergiləri 15-ci əsr Azərbaycan tarixində də rast gəlirik. Başqa onu qeyd edə bilərəm ki, Qazan xanla bağlı qeyd eləyin özünüzdə. Qazan xanın dövründə hər hansısa bir vergi, hər hansısa bir yeni torpaq növünün tətbiqinə başlanılmır. Bu da testlərdə qarşınıza çıxır. Bax, bu da qızıl bir qaydadır. Nə oldu? Qazan xanın dövründə hər hansısa yeni bir vergi, hər hansısa yeni bir torpağın tətbiqinə başlanılmır. Misal üçün yazır ki, Qazan xana aid olanları seçin, İncu torpaq mülkiyyət formasının tətbiqinə başlanıldı. Və yaxud da Qazan xana aid olanları seçin, yazılır ki, qopçur vergisinin toplanılmasına başlanıldı, ya tamğanın və s. Ümumilikdə bax bu Qazan xanın islahatlarından danışdım. İndi siz Azərbaycanda Çobanilərin hakimiyyətindən, Cəlalilərdən və Teymurilərdən məlumat verim. Az öncə də qeyd elədiyim kimi, Qazan xanın ölümündən sonra Məhəmməd Olcaytunun islahatlarını davam elətdirdi, mərkəzi hakimiyyət daha da gücləndirdi. Lakin Məhəmməd Olcaytunun ölümündən sonra dövlət zəifləyir və yenidən hakimiyyət uğrunda mübarizələr başlayır. Onun 12 yaşlı oğlu, az yaşlı oğlu Əbu Səidin hakimiyyəti dövründə isə dövlət məhz Sulduz qəbiləsindən olan Çobanilər nümayəndəsi Əmir Çoban tərəfindən demək olar ki, faktiki olaraq idarə olunurdu. Hətta Əmir Çoban 1318-ci ildə Azərbaycan torpaqlarına növbəti dəfə yürüş eləyən Qızıl Ordulara qarşı mübarizə aparır. Belə ki, Qızıl Ordu hökmdarı Özbəyi 1318-ci ildə Əmir Çoban məğlub edir. 1319-cu ildə isə Əbu Səid bu dəfə hakimiyyətinə qarşı çıxan şəxsləri cəzalandırır və Naxçıvandakı, Gürcüstandakı üsyanları yatırdığına görə Bahadır ləqəbini alır. Qeyd edə bilərəm ki, 1335-ci ildə Qızıl Ordu Özbəkxan bu dəfə yenidən Azərbaycan torpaqlarına yürüş edir. Lakin bu dəfə Əmir Çoban yox, məhz Əbu Səid onu məğlubiyyətə uğradır. Lakin belə bir vaxtda onun ölümü dövlətdə yenidən hakimiyyət uğrunda mübarizələri qızışdırır. Bundan istifadə edən Çobanilər isə rəqibləri olan Cəlalilərdən, Şirvanşahlardan üstün olaraq Hülakü səltənəti uğrundakı mühafizədə qalib gəlirlər və Hülaküləri faktiki olaraq Çobanilər idarə edir. Bəzi tarixçilərə görə elə Əbu Səidin ölümü ilə Hülakülər tarixi başa çatır. Çobanilər ayrıca bir dövlətdir, amma dərsliyimizdə fərqli göstərilir. Biz də ona görə o formada izahımızı qeyd eləməliyik təbii ki də. Çobani Şeyx Həsənin dövrü və Çobani Məlik Əşrəfin hakimiyyət dövründə baxmayaraq ki, dövlət Çobanilər tərəfindən idarə olunur, lakin onların öz adına pul kəsdirməməsi, xütbə oxutdurmaması məhz bu dövrdə də Hülakülərin mövcudluğuna dair bir nümunədir. Hər iki rəhbərin hakimiyyəti dövründə əhali onlardan narazı qalır. Hətta Məlik Əşrəfə qarşı 1344-cü ildə Təbrizdə üsyan da baş verir. Və belə bir dövrdə əhali 1357-ci ildə Qızıl Ordu hökmdarı Canı bəyə müraciət edir. 1357-ci ildə Azərbaycana Qızıl Ordunun növbəti hücumu baş verir. 1357-ci ildə Canı bəyin yürüşü nəticəsində Azərbaycanda Hülakülər dövlətinin varlığına son qoyulur. Azərbaycanda qısa müddətli
Qızıl Ordu hakimiyyəti qurulur. Hülakülər dövləti dediyim kimi süquta uğradılır. Azərbaycan keçir Qızıl Ordu hakimiyyətinə. Çox qısa bir müddət Azərbaycan Qızıl Ordu dövlətinin tərkibində olur. Hülakü səltənətinin mühafizəsi uğrunda mübarizəyə son qoyulur. Amma Qızıl Ordu hökmdarı Canı bəyin vəfatı və oğlu Bərdi bəyin Azərbaycan torpaqlarını tərk etməsi indi növbəti bir düşmənin Azərbaycan üzərinə yürüşünə səbəb olacaq. Belə ki, tarixdə Cəlalilər dövləti kimi tanınan və 1340-cı ildə İraqda Bağdad şəhərində yaranan Cəlalilər, hansı ki onun rəhbəri Şeyx Həsən Cəlali idi. Cəlali ilə də bağlı qeyd edə bilərsiniz ki, Şeyx Həsənlə bağlı tarixdə həm yeni sülalənin, həm də yeni dövlətin əsasını qoyan hökmdar olubdur. Və Şeyx Üveysin rəhbərliyi ilə 1359-cu ildə Azərbaycan torpaqlarının cənub hissəsini ələ keçirdirlər. Kürdən cənubdakı torpaqları Şeyx Üveysin rəhbərliyi ilə paytaxt Bağdaddan Təbriz şəhərinə köçürülür. Təbriz növbəti dəfə yeni bir dövlətin paytaxtı olur. Cəlali Şeyx Üveys 1367-ci ildə isə Şimali Azərbaycan torpaqlarını Şirvanşahları tabe eləyir. Bu dövrdə Şirvanşahlarda hakimiyyətdə Kavus ibn Keyqubad idi. Kavus ibn Keyqubadı məğlubiyyətə uğradır Şeyx Üveys və Azərbaycan şanını başa çatdırırlar. Lakin onun oğlu Sultan Əhmədin hakimiyyəti dövründə dövlət zəifləyir. Belə ki, Sultan Əhmədin dövründə 1385-ci ildə Qızıl Orduların növbəti hücumu baş verir. Bu dəfə Toxtamışın rəhbərliyi ilə o Təbriz şəhərini ələ keçirdir, qarətçilik törədir Azərbaycan torpaqlarında. Dəftərimizə bunu da qeyd kimi yaza bilərik ki, Qızıl Ordunun Azərbaycana hücumları başlayıb 13-cü əsrin ikinci yarısında, davam eləyib 14-cü əsrin birinci yarısında və 14-cü əsrin ikinci yarısında. Qızıl Ordu hücumlarını bir də yada salaq, Hülakü xanın dövründə oldu. 1318-ci ildə, 1335-ci ildə Özbəyin başçılığı ilə oldu, uğursuz oldu. 1357-ci ildə Canı bəyin başçılığı ilə oldu. Bu dəfə onlar Azərbaycanda hakimiyyəti ələ keçirdilər. Hülakülər dövlətinə son qoydular və son olaraq da 1385 Toxtamışın adını çəkdi. Onun da rəhbərliyi ilə olmuşdu. Lakin Toxtamış bu dövrdə Əmir Teymurun Azərbaycana hücum xəbərini eşidir, torpaqlarımızı tərk edib gedir. İndi də Azərbaycanda Teymuri bəlası olur. Teymurilərin Azərbaycana birinci yürüşü adlanır 3 illik yürüş. Əmir Teymurun 3 illik yürüşü 1386-89-cu illərə əhatə eləyir. Əlincə qalasından başqa bütün Azərbaycan torpaqlarını ələ keçirdir Əmir Teymur. Təkcə Əlincə qalasını ələ keçirdə bilmir. Əlincə qalası niyə bu qədər əhəmiyyətli idi? Cavab, çünki Əlincə qalasında Cəlalilərin xəzinəsi mühafizə olunurdu. Cəlalilərin xəzinəsi Əlincə qalasındaydı. Və Əmir Teymur yürüşünü yarımçıq qoyur, birinci yürüşünü. Səbəb, çünki eşidir ki, Toxtamış onun tabeçiliyində olan ərazilərə yürüş eləyib. Buxara və Səmərqəndə hücumu var. Ona görə Toxtamış Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırır, yürüşünü dayandırır. Yarımçıq saxlayır və ölkəni tərk edir. Daha sonra isə o 1387 bu arada və 1395-ci illərdə Toxtamışı məğlubiyyətə uğradır. Terek döyüşündəki aldığı məğlubiyyətdən sonra Qızıl Ordu dövləti bir daha özünə gələ bilməmişdi, şərq vilayətlərini itirmişdi. İstər Qızıl Ordu, istər Teymuri barəsində mən sizlərə ümumi tarixdən yeni dərslərimizi izah eləyərkən orada ətraflı şəkildə danışacağam. Hələlik Teymurun Azərbaycana ikinci yürüşündən danışım. Bu yürüş 1392-ci ilə əhatə eləyir. Yenə Əlincə qalasından başqa bütün Azərbaycanı ələ keçirdir Əmir Teymur. Şəki hakimliyini də tabe eləyir. Hətta sizə deyərdim ki, 1386-cı ildə Şirvanşah İbrahim Əmir Teymura tabe olmuş. Əmir Teymur da Şirvanın idarəsini tapşırmışdı Şirvanşah İbrahimə. İbrahimlə Teymur arasında müttəfiqlik əlaqəsi qurulmuşdu. Həmən o iki müttəfiq, yəni Əmir Teymurla Şirvanşah İbrahim, İstər bax bu yürüşlər zamanı Toxtamışa qarşı mübarizə aparmışdılar. İstərsə də Şirvanşah 1-ci İbrahim Teymurun müttəfiqi kimi 1402-ci ildə Ankara döyüşündə Osmanlıya qarşı da mübarizə aparmışdı. Hətta Teymur 2-ci yürüşü zamanı Bağdadda ələ keçirdir, oranı da talan eləyir. Bağdad isə bu dövrdə Cəlalilər dövlətinin tərkibində idi. Yaxşı. Teymurun 3-cü yürüşü 1399-1400-cü illərə əhatə eləyir. Bu zaman Əlincə qalasında ələ keçirilir 1400-cü ildə və tam olaraq Azərbaycan işğalı başa çatır. Əlincəni müqavimətsiz ələ keçirmişdi. Düşünürsünüz ki, xəzinəni tapa bildi? Yox. Əslində xəzinəni Cəlalilər qaçırdılar Bağdada. Teymur isə boş Əlincə qalasını ələ keçirməklə kifayətlənir. Hətta
Onu da sizə deyim ki, Teymurun 1398-ci ildə Hindistanı ələ keçirməsindən sonra Azərbaycana yürüş eləmişdi. Ümumilikdə Əmir Teymur 1405-ci ildə məğlub olur. Əmir Teymurun, daha doğrusu vəfat edir 1405-ci ildə Əmir Teymur. Əmir Teymurun vəfat etməsindən sonra Şirvanşah İbrahim müstəqilləşir və bundan sonra Şirvanşah İbrahim 1405-ci ildə Kürd çay sahili döyüşündə Teymuriləri məğlubiyyətə uğradır. Şimal torpaqlarında Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyur. 1406 və 1408-ci illərdə isə Qara Yusif bu dəfə Teymuriləri məğlub eləyir və 1408-ci ildəki Səridrud döyüşündəki qalibiyyətdən sonra Teymurilərin Azərbaycanda hakimiyyətinə bir dəfəlik son qoyulmuşdu. Cəlari, Qaraqoyunlu, Ağqoyunlu, onların taleyi barəsində, sonrakı taleyi barəsində bu məlumatda sizlərin nəzərinə çatdırım ki, hətta Cəlari Sultan Əhməd Qara Yusiflə, müttəfiq Qara Yusiflə 1394-də Bağdad döyüşündə Əmir Teymura məğlub olmuşdu. Bundan sonra onlar Osmanlı hökmdarı Yıldırım Bayezdə sığınmışdılar. Cəlarilərin isə Azərbaycanda hakimiyyətinə 1410-cu ildə son qoyulur. Necə ki, Azərbaycandan Teymuriləri Qara Yusif qovmuşdusa da, 1410-cu ildə Əsəd döyüşündən sonra da Cəlarilərin Azərbaycanda hakimiyyətinə yenə Qara Yusif son qoyur. İstər Qaraqoyunlu, istər Ağqoyunlu mövzusu isə növbəti video izahımızda sizlərin nəzərinə çatdırılacaq. Bu dərs izahının sonuna gəlirik. Hər zaman olduğu kimi 1-ci, 3-cü, 5-ci günlər axşam 19:00-da gözünüz kanalımızda olsun ki, yeni videolardan məlumatda olasınız. Bunun üçün isə bildirimləri açmağı, kanalımıza isə abunə olmağı unutmayın. Dərslərinizdə, fəaliyyətinizdə uğurlar, növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.